Bu dərsimizdə this açar kəlməsi haqqında ətraflı danışacağıq və önəmli olan məqamları və qarışdırıla biləcək məqamlara bu dərsdə aydınlıq gətirmiş olacaq. İndi this funksiyanı yazdığımız yerə görə yox, funksiyanın necə çağırıldığına görə dəyişir. Yəni çox adam düşünür ki, this açar kəlməsi funksiyanın olduğu yerdir. Bax, bu yanlış fikirdir. Nəyə görə yanlış fikirdir? Çünki əslində doğru yanaşma belədir. This funksiyanın necə çağırıldığına baxır. İndi gəlin bir normal function yazaq və bir də arrow function ilə yazmağa çalışaq ki, fərqi görə bilək. Gəlirəm burada const user deyə bir obyekt yazıram və bura name olaraq RNR TV yazısını qeyd edirəm. Və bu obyektin içərisində bir normal funksiya yazıram. Konsola this nöqtə name deyə qeyd edirəm və bir də vergül qoyuram. Baxın, burada sətirlər arası məsafəni vergül ilə qoyaraq bu şəkildə qeyd edirik və arrow function yazıram. 2 nöqtə qoyub bu şəkildə konsola this nöqtə name deyə qeyd edirəm. Və kodlarımızı sərgəli hala salaq. İndi mən gəlirəm burada user nöqtə normal funksiyamı çağırıram və bir də user nöqtə arrow funksiyamı bu şəkildə çağırmış olam. Baxın, konsolda fikir verdinizsə, normal funksiya ilə yazdığım zaman this nöqtə name olaraq RNR TV dəyəri gəlmiş oldu. Ancaq arrow function ilə yazdığım zaman this nöqtə name olaraq undefined cavabı gəlmiş olacaqdır. Konsolda da boş bir sətir olaraq göstərmiş oldu. İçərisi boş şəkildə gəlmiş oldu. Bu isə undefined cavabı deməkdir. Və burada arrow function ilə normal function arasındakı fərq nədir? Gəlin, sadəcə this açar kəlməsini burada qeyd edərək bunu görmüş olaq. İndi normal funksiyada this açar kəlməsi user obyektinin içərisində olan dəyərləri və metodları göstərmiş oldu. Baxın, burada name'i, normal funksiyanı və arrow function'ı göstərmiş oldu. Ancaq arrow function ilə qeyd etdiyimiz zaman this açar kəlməsi window obyektini göstərmiş oldu. Və biz this nöqtə name yazdığımız zaman window obyekti içərisində biz name'i axtarmağa çalışırıq. Və bu obyektdə, yəni window obyektində this nöqtə name, yəni name adlı bir property, bir xüsusiyyət olmadığına görə bizə təbii olaraq undefined cavabını vermiş olacaqdır. Bəs mən funksiya içərisində setTimeout kimi bir funksiya istifadə edib onu arrow function ilə qeyd etsəm, bizə nə cavab gələcəkdir? Buna baxmış olaq. Bu arrow function'ı normal funksiya kimi yazıram bu şəkildə və bura gəlirəm setTimeout funksiyasından istifadə edirəm və arrow function ilə konsola this nöqtə name deyə yazıram və bu setTimeout 3 saniyədən sonra çalışmış olsun. Baxın, ilk saniyədə normal funksiya gəldi. 3 saniyədən sonra isə RNR TV dəyəri gəlmiş oldu. Yəni bu arrow function artıq user obyektinin içərisində yerləşir. Və burada olduğuna görə də arrow function'da this açar kəlməsi user obyektindəki name'i buradan götürmüş oldu və RNR TV yazısını bura əlavə etmiş olacaqdır. Bəs mən bunu arrow function ilə istifadə etmədən, yəni adi funksiya ilə bunu qeyd edib bu şəkildə yazsam, 3 saniyə sonra geriyə mənə undefined cavabı gəlmiş olacaqdır. Buna səbəb bu adi funksiya, yəni adi funksiyada this açar kəlməsi window obyektini göstərmiş olacaqdır. Ancaq arrow function ilə yazdığımız zaman geriyə
dönəcək dəyərimiz, yəni this.name user obyektini göstərmiş olacaqdır və user obyektindəki name'in value dəyərini, yəni LNRTV yazısını konsolda yazdırmış olacaqdır. Bu dərsimizdə də this açar kəlməsi haqqında ətraflı danışdıq. Qaranlıq qalan məqamlara aydınlıq gətirmiş olduq. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.